Deyirlər, ailədə uşaq doğulanda özü ilə ruzisini də gətirir. Heç düşündünüzmü, niyə? Bəlkə də səbəb odur ki, uşaq ac olanda ehtiyacı olan şeyi tam inamla istəyir. O, düşünmür ki, bugün atamın ya anamın işi olacaqmı? Sadəcə istəyir. Və Allah da onun ruzisini yetirir. Sonralar isə biz bu təbii düzəni özümüz pozuruq. Uşaqlar bir şey arzulayanda çox vaxt köhnə və məhdud düşüncələrlə pul yoxdur, halbuki bəzən var, olmaz kimi cavablar veririk. Bu isə uşağın içindəki arzulamaq, inanmaq və arzularına çatmaq hissini zəiflədir. Beləcə, kasıb düşüncənin təməli elə uşaqlıqda qoyulur. Kasıb düşüncə təkcə maddi yox, mənəvi baxımdan da qorxudur. İnsan istəməyə belə cəsarət etmir. Amma Allah deyir, istə, verim. Və bunu tək dindara yox, hər kəsə deyir. Dünyanı da istə, neməti də istə, amma Allahın ən sevimli bəndəsi olmağı istəməyi unutma. Günahkar olsan belə, istə, yetər ki, istəməyi tərk etmə. Halbuki hər bir valideyn, varlısı da, kasıbı da, fürsət düşdükcə övladını sevindirmək istəyir. Sadəcə bunu bir düzənə salmaq, uşağın həyatında xoş bir vərdişə çevirmək mümkündür. Heç olmasa ayda bir dəfə uşağın seçim günü olsun. O, istədiklərini özü seçsin və planlama dəftərinə yazsın. Sonra bu istəkləri hissələrə bölün və hər dəfə imkan düşdükcə bir həyata keçirin. Hər yerinə yetiriləni də dəftərdə qeyd edin, beləcə uşaq həm gözləməyi, yəni nəfsinə sahib çıxmağı, həm planlamağı, həm də arzuların mərhələli şəkildə gerçəkləşdiyini öyrənəcək. Bu, onda həm səbr, həm də məqsədə doğru addımlama vərdişinin təməlini qoyacaq. Eyni zamanda uşaq həm seçim etməyi, həm də istədiyim hər şey olacaq, amma dərhal yox düşüncəsini mənimsəyəcək. Bu isə gələcəkdə həyatın reallıqları ilə qarşılaşanda onu sarsıntılardan qoruyacaq. Əgər uşaq zərərli bir şey istəyirsə, onu sadəcə qadağan etmək yox, alternativ təklif etmək daha doğrudur. Məsələn, zərərli qidanın əvəzinə meyvə yaxud oyuncaq yerinə parkda birgə vaxt keçirmək. Bu zaman uşaq tədricən doğru və xeyirli seçim etməyi öyrənəcək və unutmamaq lazımdır ki, bu yanaşma təkcə uşağın tərbiyəsi üçün deyil, nəfsin tərbiyəsi üçün də böyük köməkdir. Əgər uşağa hər istədiyini dərhal alsaq, o zaman nəfsini saxlamağı öyrənmir. Bugün dünyanın ən kəskin qlobal problemlərindən biri uşaqların telefonlardan həddindən artıq istifadə etməsidir. Amma bunu da qadağalarla həll etmək olmaz. Sadəcə olaraq telefonu dərhal verməyin. Saatı göstərin və deyin, 5 dəqiqədən sonra verəcəyəm. Qoy gözləsin, nə qədər çox gözləsə, səbri bir o qədər möhkəmlənər. Növbəti dəfə 10, sonra 15, daha sonra 20 dəqiqə gözlədin. Beləcə, uşaq tədricən özünü idarə etməyi, istəklərinə qarşı səbirli və intizamlı olmağı öyrənəcək.